Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə bayram süfrəsində hazırlaya biləcəyiniz, dadı da, görünüşü də olduqca gözəl olan qala şirniyyatı hazırlayacağım. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 cimdik duz, eləcə də 1 ədəd vanilin əlavə edib mikserlə ağarına qədər qarışdırıram. Qeyd edim ki, qala şirniyyatında sodadan, qabartma tozundan istifadə olunmur. Sonda üzərinə 1 stəkan un tökürəm və mikserin asta xodunda qarışdırıram. Belə bir qatılıqda xəmir alınır. Soba listinin içərisinə yağlı kağız yerləşdirirəm və xəmirdən qaşıqla soba listinin içərisinə qoyub dairəvi formasında yayıram. Bu şirniyyatı tavada da bişirmək olur. Mütləq qaba yağlı kağız qoyulmalıdır. Xəmir yapışqan olur. Yağlı kağız olmasa qabdan çıxarmaq olmur. Daha sonra şirniyyatı əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada alt üst rejimdə 5 dəqiqə bişirirəm. Şirniyyatı sobadan çıxaran kimi tez beləcə qatlayıb forma veririk. Biraz çox qaldıqda forma vermək olmur, quruyur, kənarlarında çatlar əmələ gəlir. Ona görə də bu prosesi tez-tez etmək lazımdır. Qalan xəmirin hamısını da bu qayda ilə hazırlayıram. Bu xəmirdən 30 ədəd qala şirniyyatı alınır. Əziz xanımlar, artıq mənim qala şirniyyatım hazırdır. Sonda şirniyyatın üzərini bəzəmək üçün mandarin qabığından istifadə etdim. Limon qabığı da qoya bilərsiniz. Daha sonra isə üzərinə şəkər pudrası tökürəm. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.